İmam Sadiq əleyhissalam buyurur: "İnnəl Qur'anə zəcirun və əmirun." Həqiqətən Qur'an nəhy edən, çəkindirən və əmr edəndir. Yə'muru bil cənnəti, Qur'an cənnətə əmr edir və yəcuru əninnər. Və Qur'an cəhənnəmdən nəhy edir, yəni cəhənnəmdən çəkindirir. Biz bu hədisə baxdıqda, bu hədisi analiz, təhlil etdikdə görürük ki, İmam əleyhissalam bu hədisdə Qur'anı iki xüsusiyyətlə vəsifləndirir. Birincisi, Qur'an deyir amir, yəni əmr edəndir. İkinci də zacir, yəni çəkindirən, nəhy edən. Biz İslam prinsiplərinə, əməli prinsiplərinə baxdıqda görürük ki, ikisi əl-əmru bil-məruf və nəhy anil münkər. Bu iki bənddən ibarət olan hissəsidir ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək. Biz Qur'an-ı-Kərimə də baxdıqda, Qur'anın ayələrinə də baxdıqda, Qur'an bu iki əməli, yəni əl-əmru bil-məruf, yaxşı işlərə dəvət, nəhy anil münkər, pis işlərdən çəkindirmək, bu iki prinsipi ən kamil, ən gözəl şəkildə yerinə yetirir. Yəni Qur'an bizi pisliklərdən çəkindirir və bizi yaxşılıqlara dəvət edir. İndi Qur'an bizi nəyə əmr edir? Qur'an bizi nədən çəkindirir? Bu suala cavab olaraq biz Qur'ana baxdıqda, Qur'an bizi Allahın vacib buyurduğu əməli məsələlər, namazdır, orucdur, xumus, zəkat, həc, bunlara dəvət edir, bunlara əmr edir. Eyni zamanda fərdi, ictimai, əxlaqi məsələlər ki var, onlara riayət etməyə dəvət edir, pis işlərdən çəkinməyə dəvət edir, halal yeməyə dəvət edir. Bizi nədən çəkindirir? Qur'an bizi bütün fitnə fəsad törədə biləcək hər bir əməl ki var, onlardan çəkinməyi bizə tövsiyə edir. Yəni onlardan çəkinməyi bizə göstəriş verir. Məsələn, qeybətdir, yalandır, böhtandır, şər danışmaqdır, pis söz danışmaqdır, zina etməkdir, oğurluq etməkdir. Qur'an bizi bunlardan çəkindirir, bunlardan nəhy edir. İmamın sözü ilə desək, Qur'an bizi Allahın vaciblərinə əmr etməklə bizi cənnətə dəvət edir, bizi haramlardan çəkindirməklə bizi cəhənnəmdən qorumuş olur. Qur'anı onu da qeyd edək ki, yəni Qur'an bütün bəşəriyyət üçün nazil olan bir kitabdır. Yəni tək müsəlman üçün, tək mömin üçün nazil olan bir kitab deyil. Qur'an ümumbəşər, ümum insanlıq üçün nazil olan bir kitabdır. Ona görə, yəni Qur'anın hökmləri, Qur'anın əmrləri, Qur'anın nəhiyləri tək mömin, müsəlman cəmiyyət üçün yox, ümumbəşər insanlıq üçündür.